Yox, Xocalıyan heç cürə seçilə bilməz. Mən buna imkan verə bilmərəm. Çünki o gəlir ki, aranı hardasa qarışdırır. Fikir verdinizdə keçən dəfə sərsaq danışırdı ki, mən seçilsəm gəlib Azərbaycandan müharibə eləyəcəm, Qarabağı qaytaracağım geri. Bu adama imkan verməsə bu gəlir ki, ara qarışdırar. Ay İlham Əliyev ona torpaq verər. O kimdir ki, Naxçıvana 2 dron düşməndən İlham Əliyev dünyanı dağıdırdı. Hə, İlham Əliyev onu əsəbləşəndə mən də qorxmur, dedim üzün çöyürər bizə tərəf. Hə, ehtiyat eləyir. Neçə ki mən varam, Koçaryan seçilməyəcək. Öz aramızda qalmasın, mənim seçilməyim daha münasibdir. Koçaryanın dövranı gedib deyə. Koçaryan ağır gedib 90-cı illərə. Da o bilmir, Azərbaycan ordusu güclü ordudur, Ali Başkomandandı İlham Əliyevdir. Koçaryan yox, Koçik. Hə, hə. Sarkisyan yox, Sorik. Hə. Məsləhətim odur ki, çox sual vermə, düş atsızda buradan çıx. Yaxşı, düş gel. Yaxşı yox.